Salam, xoş gördük hər birinizi. Növbəti çəkilişlə qarşınızdayıq. Bugün qonağım köhnə tələbəmiz və indiki komanda yoldaşımız Ramizdir. Xoş gördük Ramiz. Xoş gördük. Zəhmət olmasa qısa özün haqqında məlumat ver. Davamında artıq daha detallı suallara keçək. Tamam. Adım Ramiz Hüseynzadə. 2002-ci ildə anadan olmuşam Bakı şəhərində. Məktəbimi 2019-cu ildə bitirdim. 132-134 sayılı təhsil kompleksi idi. Daha sonra təhsilimi UFAS, Fransız Azərbaycan Universitetində davam elədim və oradan da Avropaya keçdim, Fransaya. Paris şəhərində Min Politek Universitetində təhsilimi aldım və artıq bitirdim. Əla. İndi bəs nə edirsən? İndi doktoranturaya başvurmuşam İtaliyada, Politecnico di Milano'da. Okay, əla. Gəl əvvəldən başlayaq. UFAS-a hansı göstəricilərlə qəbul oldun və ümumiyyətlə UFAS dönəmini necə dəyərləndirdin? İstəyərdim ki, biraz oradan başlayaq. Ümumiyyətlə belə məktəb illərim çox wow şəkildə keçməyib. Daha çox sırf dərslərə, sırf belə yaxşı qiymətlərə fokuslanan bir uşaq idim. Düzdür, şəhərin mərkəzində yerləşdiyinə görə beynəlxalq layihə və ya bir qonaq şəhərə deyəndə bizim universitetə gəlirdi, bizim məktəbə gəlirdi. Çünki mərkəzdə yerləşir və belə gözə girən məktəbdir. 9-cu sinifdə IB sistemi ilə oxudum 1 il ərzində. O da mənə çox böyük bir töhfəsi oldu. Amma belə yaxşı qiymətlərlə qəbul oldum və dövlət imtahanından 649 balla bitirdim. Hansı ixtisasa girdin bəs UFAS-da? Neft-qaz mühəndisliyinə, 1-ci qrupla. İstəyərdim ki, o dönəmi də, 4 illik dönəmi də həm ikili diplom idi yanılmıramsa sizdə, həm ikili diplom proqramından, həm də 4 ildə dərs və dərsdən kənar fəaliyyətlərinlə bağlı danışardım. Ümumiyyətlə, bütün karyera boyu mənim o UFAS-dakı 4 ilim ən aktiv illərim oldu. Çünki hər şeyə baş atırdım. Həm çalışırdım təhsil üzrə geridə qalmayım, həm işləyim, həm dərsdən kənar fəaliyyətimdə olsun, klublarda falan. Mən istəyirdim elə kurs gedək ki, 1-ci kursda, 2-ci kursda hansı klublarda, dərnəklərdə, fəaliyyətlərdə olmusan, hansı internlərləmsən, etaplı şəkildə gedək. 1-ci kursda daha çox fransız təhsil sisteminə adaptasiya gedirdi məndə. Çünki o vaxta kimi bizim ənənəvi metodika ilə gedirdim. Burada isə qiymət cədvəli dəyişir, müəllimlər xaricidir və s. Ona görə biraz vaxt aldı ki, adaptasiya olum və öz yerimi tapım, bilim ki, mən harada bir təşəbbüs göstərə bilərəm. Ona görə 1-ci kurs daha sakit keçdi. Elə dərslərə fokuslandım. Həm də 2-ci semestr Covid gəldi. Ona görə bizim bütün bu fəaliyyətlər, klublar falan çox belə məhdudlaşdı demək olar. 2-ci kursdan artıq onlayn şəkildə olsa da mən Formula 1 könüllülüyündə iştirak elədim. Qıraqda belə könüllülüklərdə fəaliyyət göstərməyə çalışdım. Brain Centers adlı bir assosiasiya var idi. O da belə orada fokusumuz dil exchange, belə dillə bağlı dil mübadiləsi, bəli. Okay, bəs 3-cü kursda nələr elədin? Artıq Covid dönəmi bitdi, yavaş-yavaş bitdi. Artıq bəli Covid bitdi və daha aktiv şəkildə iştirak edə bildim hər yerdə. Müəllimliyə başladım 3-cü kursda. Rus dilində riyaziyyat, ingilis dili dərsləri deyirdim və orada belə müəllimlik fəaliyyətim də başladı. 3-cü kursda bizdə neft-qaz mühəndislərinin üçün çox belə önəmli bir internatura var, staj var BP şirkətində. Ona da başvurmuşdum 3-cü kursun ortasında yanvar ayında. Və bu proses 4 ay keçdi və düz ad günümdə aprel ayında mənə xəbər gəldi ki, sizi artıq intern kimi işə götürürük. O da bir 2 aylıq bir təcrübə idi. Okay. Davamında artıq son kursa doğru gəldin və 4-cü kursda nələr elədin və hansı ölkələrə getməklə bağlı qərar verdin, hansı imtahanları götürdün, hansı GPA ilə bitirdin, biraz ondan danışaq. 4-cü kursda çox maraqlı keçdi məndə, çünki artıq bütün bu Bakının necə deyim, iş dünyasına bir gözlərim açıldı ki, BP var, Schlumberger var, bunun kimi şirkətlər var. Və o anda bir qərar verməli idim ki, mən Bakıda qalmaq istəyirəmmi, təhsilimi davam eləmək istəyirəmmi və s. Onda gördüm ki, ətrafımda tələbələr artıq müzakirə edirlər ki, bəs hansı ölkəyə gedim, hansı proqrama başvurum. Mənə də maraqlı gəldi və artıq başladım xaricdəki universitetlərə baxmağa və mənim fokusum neft-qazda deyil idi, çünki onda
belə bir tendensiya var idi ki, neft qaz artıq köhnəlir, artıq bunun gələcəyi yoxdur. Ərəb ölkələrini qırağa qoysaq. Ona görə fokusum belə daha çox texnologiya oldu, texnologiya inkişafına və fizikaya. Onunla bağlı Amerikada universitetə başvurmuşdum, Northwestern-a, Birləşmiş Krallıqda Imperial College və Fransada Parisdəki Paris universitetlərinə. O da belə universitet PSL deyək. PSL. O da belə həm Fransada məktəb deyirlər ona, ekol, amma o belə bir universitet qrupudur. Onda daxilində bir 11-13 arası fərqli institutlar var. Okay. Hansı göstəricilərlə belə deyək bu universitetlərə müraciət elədin? IELTS, GPA, başqa imtahan vermişdinsə, başqa imtahanlar? GPA məndə fransız sistemi ilə 20-dən 15, 14, 9, 15 idi. 20-dən sayanda çoxdur belə impressiv görsənmir, amma bizim o 100-dən sistemə çevriləndə o 100-dən 95-dir. Okay. Fransada çünki nisbət olaraq götürülmür də, yəni 20-nin 15, 75 olaraq götürülmür. 16 maksimumdur. 16 artıq %100 sayılır. Okay. O yüzdən Fransa ən real variant Fransa olduğuna görə onu qərar verdim və onun üçün də fransız dili diplomunu aldım, Delft diplomunu, onu da B2 səviyyəsində. Bir də IELTS-ı 8-5 göstəricisi ilə. Onu da rus sayəsində. İstəyərdim ki, ümumiyyətlə o PSL-də hansı büdcə ilə oxudun? Şəxsi büdcə hesabına oxudun, yoxsa o qəbul prosesindən Imperial Northwest hansı qəbul verdi, hansı imtina verdi? Ümumiyyətlə o proses necə oldu? Biraz o prosesdən danışardıq. Prosesə mən də çox tələbə kimi mənim də bütün bu prosesdən xəbərim yox idi. Həmin ərəfədə 4-cü kursun əvvəli idi, payız aylarında Talant təqaüd proqramı qabağıma çıxdı. Gördüm ki, Ruf Akademi, Teknest, bizim Təhsil Nazirliyinin tərəfindən də dəstəklənir. Maraqlı gəldi ki, bu xarici təhsillə ümumi kömək göstərilir. Mən də başvurdum və müsbət cavab aldım. Yadımdadır ki, universitetdə idim, onda zəng gəldi ki, biz sizi proqrama iştirakçı kimi götürürük. Çox sevinmişdim. Orada hər tərəfli dəstək göstərildi mənə. Ən çox da IELTS-la mənim böyük problemim yazmaq hissəsi idi, writing idi. Onunla böyük dəstək aldım. Bir də proses uzun vaxt çəkdi. Çünki hər bir ölkənin öz deadline-ı var, öz tarixləri var, haçan sənəd qəbul edirlər. Ona görə demək olar 4-cü kursun bütün il boyu bu prosesdə oldum. Northwestern-dən cavab necə gəldi? Hara başvurdumsa hər yerdən demək olar ki, müsbət cavab gəldi. Min şükür. Okay. Northwestern-dən ixtisas nə idi? Northwestern-da ixtisas təxmində olsun. Energetika ilə bağlı idi. Bir illik energetika proqramı idi. Imperial Fluid Mechanics idi. Mexanika daha çox, fizika. PSL? PSL də energetika. Okay. Və həm də dövlət proqramına müraciət etmişdin. Həm də dövlət proqramına müraciət etmişdim. Cavabın? Müsbət. Amma PSL-də DP ilə oxumadın yanılmıramsa. Dövlət proqramına ilk öncə düşünürdüm ki, Imperial'la verim. Çünki ən belə tanınmış, biraz xərc var idi. Tanınmış universiteti, həm də biraz UK-də yaşamla bağlı xərclər olacaqdı. Amma daha real Fransa gəldi. Çünki həm dili bilirəm, həm belə Avropada, o qədər uzaq da deyil. Demək olar ona görə mənim seçimim Fransa oldu və Fransa ilə başvurdum dövlət proqramına. Yəni onda sənin PSL-dəki xərclərini dövlət proqramı qarşılayıb. Okay, və istəyərdim ki, PSL təcrübəndən biraz danışasan ki, ümumiyyətlə Fransa çünki gedən Azərbaycanlı tələbələr var, amma məşhur istiqamətlər içində deyil. Daha məşhur istiqamətlər Almaniya, İngiltərə, ABŞ, bu istiqamətlər daha Azərbaycanda belə deyək, kütləvidir. Şərqi Avropa ölkələrini kənara qoysaq daha Qərbi Avropa ölkələrinin içində. İstəyirəm ki, biraz ümumiyyətlə Fransa təcrübəndən, Paris təcrübəndən, PSL mən bilən QS-də 28-cidir dünyada, yəni top 30-da olan universitetlərdən biri. Ümumiyyətlə o təcrübə bölüşərdin. Bir dillim oldu, 2 dillim oldu təhsil və ümumiyyətlə o 2 illik təəssüratlarını eşitmək istəyərdim. Nəyə görə bu universitet? Reytinqlərdən baxıb seçmişdim ki, Fransaya getmək istəyərdim, dili bilirəm, mən rahat olar.
reytinqlərə baxıb gördüm ki, Parisdə dünyada 20-ci yerdə olan bir universitet var. Sözün düzü ona biraz aldandım. Niyə? Çünki yenə də dediyim kimi o bir universitet deyil, bir 15 universitet ki, bir yerə gəlib öz reytinqini boost eləyib qabağa çəkdilər. 20-lərə çıxdılar. Reytinqdə səhv eləmirəmsə sizin o research outputla bağlı, yəni nə qədər çox məqalə yazıb buraxırsınız, onunla qalxır. Yəni faktorlardan biri research output. Hə, yəni biri var ki, bir universitet olsun, bir də 15 dənə universitet xırda-xırda bütün Paris ərazisində hamısı məqalə buraxır və reytinqi süni şəkildə deməzdim, amma mənim universitetimin başqa 14 qrupdakı olan universitetə çox da əlaqəsi yox idi deyə mənə biraz süni gəldi. Okay. Ümumilikdə PSL təcrübən necə oldu? 2 illik dönəm. Ümumiyyətlə yaxşı oldu. Təhsil fransızca. Təhsil oldu ingiliscə. İngiliscə, okay. Amma fransız dili bilməyim mənə çox kömək oldu. Həm müəllimlərlə əlaqədə, həm iş axtarışında, həm administrativ işlərdə çox böyük kömək oldu. Hətta deyərdim ki, iki şəxs olsa, iki kandidat olsa tələbə, biri fransız dili bilib, biri fransız dili bilmir. Eyni proqramda onlar tamamilə fərqli təcrübə yaşayacaqlar. Bilmədikləri üçün. Bəli. Okay. Və 2 il ərzində keçirilən fənlər daha çox hansı istiqamətdə idi? Nə tip fənlər keçdiniz? Professorların backgroundu, təhsil sisteminin yanaşması. Biraz daha çox detala getməyi istəyirəm. Olar, hə. Fransız magistraturalar elə olur ki, tələbə həm birinci kursu bitirib diplomunu alıb proqramı ümumiyyətlə bitirə bilər, həm də 2 ilin ikisini də oxuya bilər. Hər ilin öz diplomu var. M1 magistraturun birinci ili, M2 ikinci ili. Fərq nədədir və ya məntiq nədədir? Yəni M1-i bitirəndə tam magistr bitirmiş olursanmı? Tam sayılmır, amma artıq magistr sayılırsan. Çünki Fransada təhsil sistemi çox flexible-dır, çox özün ürəyin necə istəyir, onu özünə uyğun eləyə bilərsən. O məktəbdən bəri başlayıb. Bizim proqramda bir dənə fransız xanım var idi, tələbə. 2 həftə oxudu, proqram xoşuna gəlmədi. Çıxdı proqramdan, başqa yerə başvurdu. Yəni onlar üçün çox rahatdır. 2 il ərzində proqramdan asılıdır, həm də ixtisaslardan asılıdır. Energetika mühəndisliyi üçün hər 2 ildə həm dərs, həm də təcrübə proqramları nəzərdə tutulur ki, tələbənin həm akademiyaya çıxış olsun, həm də industriya, sənaye şirkətlərinə. Birinci ilin yarısı sırf dərslərlə keçdi. Həm praktiki, həm belə şirkətlərdən mühəndislər gəlirdi ki, danışırdı bəs nə üzrə işləyirlər, şirkətlərini bizə təqdim edirdilər. Çünki mənim oxuduğum institut, sırf o Min Paris, çox tanınmış bir institutdur Fransada. Demək olar, texniki ixtisaslar üçün Fransada ikincidir, politexnikdən sonra. Ona görə oradakı tələbələr çox dəyərlənir və hər bir şirkətdən gəlib bizə özlərini göstərmək istəyirlər ki, bizim şirkətə qatılın, təcrübə proqramımıza qatılın və s. Ona görə çox xoş keçdi. Həm nəzəriyyəyə çox fikir verirdilər, həm də onun əsl belə, application-ına, tətbiqinə. Bəs təcrübə proqramını harda elədin birinci kursda? Qatıldın təcrübə proqramına? Qatıldım. Mən onun üçün də təməlli qoymuşdum artıq Bakıda. Bizə Bakıya bir şirkət gəlirdi o vaxtı, Technip Energies. Technip Energies bir beynəlxalq şirkətdir. Hardasa dünyanın 60 ölkəsində onun fəaliyyəti var, ofisləri var, balaca olsa da. Və 4-cü kurs ərzində onlar Bakıya da gəlirdilər və UFAS tələbələri üçün və BANım tələbələri üçün səhv eləmirəmsə 2 aylıq proqram təşkil etmişdilər. UFAS-da baş verdi, mən də qəbul oldum. 2 ay ərzində bizi həm öz layihələri ilə tanış elədilər, öz strukturları ilə ki, biz necə işlərimizi görürük, hansı texnologiyalar var, hansı patentlər var bizdə. Çox maraqlı gəldi. Və bu şirkəti ağlımda saxladım ki, bəs xaricdə olsam belə bir yerdə işləmək istəyərəm. Və elə oldu ki, mən LinkedIn-də post paylaşanda ki, mən təcrübə proqramı axtarıram, bir 4-5 aylıq yaz ayları üçün. Bir nəfər mənə geri dönüş elədi ki, mənim Technip şirkətində işləyən bir tanışım var, gəl sənə CV ona verim ki, səni daxildən push eləsin. İndi buna tanışdıq deyirik, bir tövsiyə rekomendasiya oldu. Və bir ay ərzində mən bütün bu HR, texniki intervyu, bütün bu proseslərdən keçib
aprel ayında başladım təcrübə proqramına. Bu ikinci kursun aprel ayında, yoxsa birinci kursun aprel ayında? Bu birinci kursun aprelidir. Və hardasa 4 ay ərzində Technip Energies şirkətində fəaliyyət göstərdim. Research and Development-da Araşdırma və inkişafda. Araşdırma və inkişaf. Hər bir şirkətin belə bir departamenti olur ki, gələcəyə baxan. Ora biraz pul yatırırlar ki, o departamentin işçiləri təzə bir şey icad eləsinlər ya təzə bir Sizin gördüyünüz işin 4 aylıq mahiyyəti nədən ibarət idi? Daha çox nəyi araşdırırdınız və ya nəyi inkişaf elətdirirdiniz? Şirkət o ərəfədə maraqlanırdı carbon capture ilə. Biraz açıqla, carbon capture. Carbon capture nədir? Elə bir hava filtrasiyası, bayıra bir filtr qoyursan, ondan hava keçir və havadan sırf karbon dioksidi götürür. Hansı ki o greenhouse qazıdır. Greenhouse Azərbaycanca İstixana qazı. İstixana qazları. Hə, və havadan sırf o istixana qazlarını götürüb onu təmizləşdirir və şirkətə maraqlı idi ki, bu texnologiyanı öz layihələrinə necə inteqrasiya edə bilər, tətbiq edə bilər ki, onların öz sənaye necə deyim, parkları olur. Neftlə işləyən, qazla işləyən daha çox qaza onlar önəm verirlər və o həmin necə deyim, həmin layihələrin öz tullantıları olur. Bu və o tullantıları filtr eləyib buraxa bilsə daha yaxşı olar. Və şirkətə bu texnologiya maraqlı idi və onun üçün də bir yarım illik layihə irəli sürmüşdülər ki, bu texnologiyanı dəyərləndirək, görək bu bizə uyğundur, uyğun deyilmi və onun üçün bir komanda ayırmışlar və həmin komanda intern axtarırdı. O da mən oldum. Okay, bəs o komandadakı istifadə dili də mənə maraqlıdır ki, bu daha çox ingilis dili idi, yoxsa fransız dili üzərindən gedirdi komandanın çalışması? Və həm də istəyərdim oradan keçid eləyəsən, fransız dili öyrənmə dönəmini də burada danışaq ki, bu UFAZ-a qədər mi oldu, UFAZ-dan sonra UFAZ-da mı oldu ki, ingilis ilə bərabər əlavə bir dil öyrənib və bunu belə deyək də magistrda dəyərləndirmə prosesindən də istəyirəm danışasan. Fransada şirkət beynəlxalq şirkətdirsə, orada iş dili ingilis dili olacaq. Amma iş bitən kimi ya da breyklərdə, belə fasilələrdə hamı keçir fransız dilinə, çünki onlar dillərini çox sevirlər. Onda iki dilli olmasan çətindir proses. İki dilli olmasan çətindir. Mənim üçün biraz daha da çətin idi, çünki mən fransız dilini bilirdim, amma mükəmməl bilmirdim. Və onlar bilirdilər ki, mən fransızca bilirəm. Yəni onlara beyinlərində belə bir fikir yox idi ki, hə, Ramiz başa düşmür, gəlin ingilis dilinə keçir. Belə Ramiz başa düşür, gəlin fransızca danışaq. Ona çətin olsa da danışaq. Hə, ki, onlara rahat olsun. Ona görə həm ingilis dilini işlədirdim gündəlik, həm də fransız dilini. Amma fransız dilini də belə sosial məqsədlər üçün. Buradan istəyirdim fransız dilinə keçid eləyəsən ki, hansı dönəmdə daha çox öyrəndin və necə öyrəndin, nə qədər vaxtın aldı? Bunu mən bütün motivasiya məktublarında işləmişdim ki, fransız dilini məktəbdən öyrənməyə başlamışdım. Bizim məktəbdə xarici dil seçiminə vaxt gələndə nədənsə fransız dili seçildi və demək olar bir ibtidai sinifdən sonra fransız dilini öyrənirdik. Düzdür, məktəbi bitirəndə mən fransızca danışa bilmirdim, az-maz söz bilirdim, bir də sözlər necə oxunur, oxunuşu. Onu daha çox inkişaf elədim universitetdə. Müəllimlər fransız idi çoxsu, dərslər yenə ingilis dilində olsa da, müəllimlər fransız idi, arada fransız dili sözləri işlədirdilər və ayrıca fransız dili dərsləri var idi bizdə. 28 mayda yerləşən İnstitut France Azərbaycan İFA ofisi gedir. Oran müəllimləri. Fransız Azərbaycan Universiteti. Fransız Azərbaycan mərkəzi deyək. Mərkəzi institutu. Oradakı müəllimlər gəlib bizə dərs deyirdilər və demək olar ki, 4 il ərzində bizi B2, C1 səviyyəsinə çıxarda bildilər bəzi tələbələri. Okay, əla. Və ikinci il artıq 4 aylıq texnikdəki interndən sonra ikinci ilə keçdin artıq. İstəyirəm ki, biraz da o təcrübəndən danışasan ki, orada M2 deyək də, belə deyək, fransız sistemi ilə M2 magistrın ikinci ili, dərslər, intern, nə proseslərdən keçdin? Biraz o təcrübəni bölür. Artıq şirkət daxili mən bilirdim ki, mən M1-də də təcrübə proqramından keçməliyəm, həm də M2-də də eyni cür təcrübə proqramından keçməliyəm.
və əvvəlcədən onun yenə də təməlini qoymaq istirdim M1-də ki, artıq şirkətin daxilindəyəm, HR-a yaza bilərəm direkt ki, bəs CV-m budur, gələn il məni nəzərə alın. Və artıq supervizorlarıma bu haqqında danışanda dedilər ki, hə bəs gəl biz səni tövsiyə eləyək. Çünki bizdə başqa departamentlərdə vakansiyalar var. Onlardan maraqlanaq ki, onlar gələn il kimsə axtarırlar, yoxsa yox. Və elə oldu ki, avqust ayı mənə əlaqəyə çıxdılar ki, bəs bizdə 1 illik kontrakt var. Artıq internatura getmir, o artıq gedir apprenticeship. Uzun müddətli internatur 1 illik. Uzun müddətli, bəli. Şagirdlik deyim. Tələbəlikmi deyim, şagirdlikmi deyim? Bizlə bərabər işləyib öyrənəcəksən. Hə, işləyib öyrənmədim, eynən. O da mənə çox sürpriz oldu, çünki avqust ayında heç yer işləmir. Həm də Paris Olimpiyadanın sonrakı həftələri idi. Heç geri dönüş gözləmirdim, amma belə təsadüf oldu. Yenə teknib. Yenə teknib. Və şirkətin daxilində demək olar davamlı şəkildə 1 il yarım qaldım. Apreldən başlamış, 1 il sonra avqusta kimi. Və artıq orada 1 ildə hansı roldaydın belə deyə, hansı işləri görürdün, daha çox hansı komandalarda çalışırdın? Mənim texnikdə olan funksiyalarım bir 180 dərəcə dəyişdi. Əvvəl o inkişaf və araşdırma idisə, indi döndü project managementə, layihə idarəçiliyinə. Hansı ki, bir-biri ilə heç əlaqədə olmur. Hansı ki, gündəlik işlərlə bağlıdır? Gündəlik işlərlə, daha real işlərlə, layihə üzrə, layihənin kliyentə çatdırmağı, klientlə əlaqə, kommunikasiya. Yəni işlərim tamam dəyişdi, amma çox şanslıyam, çünki həm araşdırma hissəsini gördüm, həm də real iş tətbiqini gördüm. Araşdırma departamentində siz balaca bir komandadasınız, bir 10-15 nəfər, elə onlarla paylaşırsınız, onlarla işləyirsiniz. Amma artıq project managementdə komandanın sayı bir 100-200 nəfərə yaxındır. Hamının fərqli funksiyası var, hamından öyrənmək olar. Belə deyim, project management pul qazanır, araşdırma isə pulu xərcləyir. Ona görə bu biznesin hər iki tərəfini görə bildim. Bəs o M2-də həm 1 il teknikdə olmaq, həm də paralel dərslər o cədvəli necə tənzimləyirdin və ya şirkət orada necə bir əsnəklik, flexibility göstərirdi belə deyək də? Orada əlaqələr 3 tərəfli idi. Bir tərəfi mən, bir tərəfi texnik şirkət, bir tərəfi də universitet. Sözün düzü deyim ki, bəzi proqramlar var ki, belə bir flexibility göstərmirlər. Deyirlər ki, yox, bizim proqram belədir, davamlı şəkildə oxumalıdır, daha sonra davamlı şəkildə işləməlidir. Amma mənim proqramım daha belə cavan proqram idi, heç 10 ili yoxdur. Ona görə o proqramın koordinatorları üçün bir ilk təcrübə idi ki, onların tələbəsi 12 aylıq apprenticeship qazandı. Onlar üçün də maraqlı bir case idi də ki, yəni çox. Növbəti tələbələrin üstündə istifadə etmək üçün. Əlbəttə ki, onlar bütün bu prosedurları kəşf etdilər ki, hə, bunu işə cəlb etmək istəyirlərsə biz bunu etməliyik, belə icazə verməliyik, proqramı belə qurmalıyıq. Kalendarı belə adaptasiya etməliyik tələbə üçün. Və elə oldu ki, 1 il ərzində mənim vaxtım 50% şirkət və dərslər arasında idi. Mən istərdim ki, biraz dərsin kontentinə də enəsən. Həm M1-də, həm M2-də hansı belə deyək də şərt deyil ki, bütün fənlərini deyəsən, amma bir neçə ana fənlər ki, sizə təhsil dövründə keçirildi ki, belə deyim də neft qaz oxuyan biri təxminən konsepti anlasın ki, energetikaya keçəndə hansı tip fənlərə daha çox keçilir. O istəyirəm biraz kontentin içəriyi ilə də bağlı danışasan. Əslində fənlər arası böyük bir fərq olmadı. Çünki UFAZ-da neft qaz oxuyanda da sizin proqram Strasburqdan idi, yoxsa digər fransız universiteti iləndir? UFAZ elədir ki, onun ixtisasa görə dəyişirdi. Mənim vaxtımda 4 proqram var idi. 3-ü Strasburq universiteti ilə, amma mənim proqramım Rennes universiteti. Sizin proqram Rennes-dən idi. Rennes-dən idi. Onu sən Rennes sistemini görmüşdün deyə PSL biraz daha sənə daha rahat gələrdi. Daha rahat idi. Artıq fransız müəllimlərin necə olduğunu bilirdim. Onların dilini tapmaq daha rahat idi. Belə deyim, onu demək istəyirdim ki, bakalavr magistratura dərslərinin arasında çox fərq olmadı sırf mənim üçün. Çünki fransız sistemini görmüşdüm. Gördüm ki, bunlar daha çox verirlər fizika və kimyaya və onun tətbiqlərinə. Və magistratura ərzində ixtisas dəyişsə də, demək olar fənlər çoxsu eyni qaldı. Eyni formulalar, eyni konseptlər, amma onların tətbiqi dəyişdi. Əvvəl bunu neft-qaza tətbiq edirdiksə, artıq bərpa olunan enerji mənbələrinə fokuslanırıq. Birinci ildə
foundation yer kimi getdi ki, hamını eyni səviyyəyə gətirək. Çünki tələbələr fərqli backgroundlardan gələn tələbələr idi, bütün dünyadan. Və onları eyni səviyyəyə çatdırmaq üçün termodinamika və belə fizikaya önəm verdilər. Bərpa olunan enerji mənbələrini də belə təqdim elədilər. Səthi deyək də. Asta-asta belə yavaş-yavaş introduction elədilər ki, belə bir texnologiyalar var. Bu budur, bu odur. Belə günəş enerjisi var, külək enerjisi var, geotermal. Hamısını bizə təqdim eləyəndən sonra artıq ikinci il bizə seçim verdilər ki, ikinci il artıq siz hansında daha çox ixtisaslaşmaq istəyirsinizsə, onu seçib onunla davam edə bilərsiniz. Sən nə seçdin? Mənim seçimim bərpa olunan energetika inteqrasiyası oldu. Bu bateriyalarla və onların necə kömək olduğuna fokuslandı. Okay. Və ikincisi dekarbonizasiya. Yəni sənayenin dekarbonizasiyası bu. Karbondan təmizlənməsi də. Karbondan təmizlənməsi. Okay. Və artıq sən biz çəkiliş edən vaxt artıq master təhsilini bitirmisən. Teknikdəki iş dönəmi, apprenticeship dönəmində belə deyək, şagirdlik dönəmində bitirmisən və artıq istəyərdim ki, ikinci kursda təhsilinin və ya karyeranın davamı ilə bağlı nə tip bir çalışma elədin, hansı addımlar atdın, oradan danışasan. Amma ondan əvvəl sənin LinkedIn profilində indi LinkedIn-i sənin kimsə incələsə, orada bir qrupla bərabər bir fransız şirkətində də müəllimlik təcrübəni deyə qeyd edirəm. Complitude, yanılmıramsa adını səhv deyə bilərəm. Complitude, biraz o təcrübəni də bölüşmək istəyərdim ki, orada nə tip bir fəaliyyət göstərdin, sonra keçək artıq masterdan transition-a belə deyək də keçidə. Çox sağ olun ki, bunu vurğuladınız. Çünki müəllimlik mənim üçün çox belə necə deyim, mənə yaxın bir sahədir. Bu sahəni çox sevirəm. Çünki ikinci, üçüncü kursdan başlamışdım. Belə əvvəllər kiməsə kömək lazımdırsa, evin, ailənin daxilində ona kömək edirdim. Və istədim bunu hobbidən işə çevirim. Burada başvurmuşdum bəzi şirkətlərə və Talant Təqaüd proqramı mənə bir necə deyim, access verdi ki, Ruf Akademiyada işləyə bilim və 7 ay ərzində Ruf Akademiyada işlədim. Ondan sonra dedim ki, bu bacarıqlarım boş-boşuna qalmasın, həm əlavə qazanc olsun, həm də fransız həyatını daha tam şəkildə görə bilim. Şagirdlər görüm, onlarla məktəb haqqında danışım, özüm də bu iş dünyasına girişim artıq. Və bu mövzunu araşdıranda ki, necə müəllim ola bilərəm, burada saatlıq qiymətləri necədir, burada necə olur. Complitude şirkəti qarşıma çıxdı. O da LinkedIn-dən yox, Indeed platformasından səhv eləmirəmsə. Onlarla əlaqəyə İş axtarma platforması. İş axtarma platforması. Hə. Onlarla əlaqəyə çıxdım və onlar yeni dönüş elədilər ki, gəlin müsahibəyə. Getdim onların mərkəzinə. Qısa bir müsahibə aldılar məndən fransız dilində. Hətta müsahibəni alan bir qadın uşaq rolunu oynadı. Belə bir 5-10 dəqiqəlik dərs simulyasiyası oldu bizdə və onu bəyənmişdi. Gördü ki, mən həm uşağa bir necə deyim, individual yanaşıram, həm dərsi çatdıra bilirəm, həm dərsi idarə edə bilirəm. Yəni rahatlıqca məni xarici olsam da işə götürdülər. Orada da yenə də fransız dili bacarığım kömək oldu. Və Fransada elədi ki, o da mənə çox sürpriz oldu. Biz öyrəşmişik ki, şagird gəlir müəllimin yanına, Fransada isə müəllim evləri gəzir, evdən evə gedir şagirdlərin yanına. Bu Complitude-da məxsusdur, yoxsa ümumiyyətlə məntiq yanaşma budur ki, müəllimlər daha çox gəzirlər? Dərs qrup şəklində deyilsə, individual şəkildədirsə, çox vaxtı müəllim gəlir şagirdin yanına. O da mənə çox maraqlı oldu. Mən şəhərin kənarında qalırdım və bizim ərazidə çox tələbə yox idi deyə fərqli yerlərə gedirdim. Şəhərin bu tərəfini öyrənirdim, o yolunu öyrənirdim. Arada gecikirdim. Parisi kəşf eləməyinə də səbəb oldu. Parisi kəşf eləmək, Parisin nəqliyyat sistemini öyrənmək üçün də kömək oldu. Amma ailələr çox xoş qəbul edirdilər ki, müəllim gəlir, bir masa ayırırdılar ki, şagirdlə çalışa biləsən və şagirdlərdən də öyrənirdim. Mənə kömək eləyən bir necə deyim, xüsusiyyət oldu ki, mən ingilis dilini daha yaxşı bilirdim. Valideynlərə deyirdim ki, mənim metodikam elədir ki, mən dərsi sırf ingilis dilində keçirəcəm, fransız dilindən minimal istifadə eləmək üçün valideyn deyirlər, wow,
gözəl yanaşmadır. Amma əslində mənə daha rahat idi, çünki mən fransız dili daşıyıcısı ilə uşaq olsa da dilin daşıyıcısıdır. Onunla burada bu səviyyədə danışıram, mən biraz özümü narahat hiss edirdim. Dedim, mənim metodikam elədir ki, sırf ingilis dilində %100 həm uşağınızın qulağı öyrəşər. Çox xoş qəbul edirdilər. Onunla da fəaliyyətimi bitirdim, çünki görürdüm ki, artıq dərslərlə, iş axtarışı ilə, işlə artıq eyni zamanda hamısını davam edə bilmirəm. Və çox xoş təcrübə idi. Çox maraqlı. İstəyərdim ki, indi keçək masterın ikinci dönəmindən artıq bitirmə doğru. O PhD ilə bağlı qərarın necə oldu? Hansı çalışmalar elədin? Nə yaxşı Fransada qaldın, qalmadın? Hara keçmə qərarı? Yəni ümumiyyətlə o proseslə bağlı danışardın. Artıq xaricdə necə deyim, yolu tapmaqla bağlı təcrübəm var idi deyə bilirdim ki, hər bir işə hazırlıqlı yanaşmaq lazımdır və bir xeyli vaxt öncə başlamaq lazımdır, nə etmək istəyirsənsə. Ona görə artıq axırıncı ilin əvvəlində düşünürdüm ki, bəs mən necə davam eləyəcəm, bu doktorantura olacaqmı, bu hansı iş təcrübəsi olacaqmı, əsgərlik olacaqmı, hələ bilmirdim. Və biraz özümə vaxt ayırdım ki, bunları fikirləşim, fikirlər oturuşsun, bilim bəs özümə plan qurum. Belə bir qərar gəldim ki, biraz təcrübə qazanmaq üçün, həm Avropada qalmaq üçün, biraz burada təcrübə qazanmaq üçün doktoranturaya başvururam. Və artıq yanvar, fevral aylarından, keçən ilin yanvar ayından proqramlar axtarmağa başladım Fransada. Çünki o dönəmdə Fransada qalmağı düşünürdüm. Biz plan qursaq da belə bir atalar sözü var ki, biz plan quranda Tanrı gülür ki, heç bir planımız istədiyimiz kimi olmur. Çünki mən nə qədər proqram axtardım, Fransada çox da belə şanslı olmadım, bəxtim gətirmədi ki, proqram tapım. Çünki mənim Sən axtardığın proqram tapanmadın, yoxsa ümumiyyətlə PhD ilə bağlı çətinlik var idi? Yoxsa sənin maraq dairənə uyğun proqram çətinliyi var idi? Hamısı bir rol oynadı. Mənim marağım da çox yenə də dekarbonizasiya, istixana qazlarını ləğv eləmək idi və o proqram üzrə daha akademik bir profil axtarırdılar. Mənim profilim o vaxta kimi isə hansısa sənaye şirkətində işləmək, BP-də işləmək, yenə də sənaye şirkətində 1 illik proqrama başvurmaq. Yəni mənim laboratoriya, akademik bir məqalə yazım, paperların yox idi onlar məndə. Ona görə doktoranturaya çıxışım çox limitli idi. Elə o yüzdən elə bir mövzu seçdim ki, o mənim iş təcrübəmə yaxın olsun, yenə dekarbonizasiya olsun. Çünki başqa yerə başvurmaq istəsəydim, mənim şansım sıfır idi. Yenə də profilimin akademik olmasına rəğmən. Amma burada artıq 2 ilə yaxın bir total təcrübəm var idi. Yəni teknipi saysaq, BP-ni saysaq, hamısı birlikdə 2 ilə 1 il yarım bəlkə də biraz. Mənim ilk fokusum Fransa idi. Çünki artıq Fransada bütün bu prosedurlar sistemi tanıyırdım, təhsil sistemini, professorlarla əlaqəm var idi. Fransada nə qədər axtardım, mənə uyğun olan bir proqram tapmadım. Birini tapdım, o da uğursuz oldu. Çünki həmin laboratoriyadan geri dönüş almaq çətin idi. Orada həmin laboratoriyada çalışan bir tanışım var idi. O da deyirdi ki, professorlar həmişə məşğuldur, onları tapmaq olmur. O yüzdən də biraz necə deyim? Orayla davam eləmədin. Orayla davam eləmədim. Başqa haralara müraciət etmişdin? Eyni anda LinkedIn-də bir elan qabağıma çıxmışdı. Professor özü yazmışdı ki, biz öz komandamıza bir doktorant axtarırıq. Sırf o axtardığım mövzu ilə, dekarbonizasiya mövzusu ilə. Hansı professor ya da hansı universitet? Professor Matteo, o Politecnico di Milano'dan, artıq İtaliyadan. Bunu əvvəlcə düşünürdüm ki, proqram superdir, universitet tanınmış universitetdir. Amma İtaliyadır. Yəni mənim İtaliyada tanışlarım olsa da, oradakı sistemi tanımıram, ora necə köçəcəm, burada nömrəmi necə bağlayacam, bank akkauntumu necə bağlayacam, bu necə olacaq? Ona görə onu daha belə yenə də müraciət elədim, amma müraciət elədiyim vaxtda tam onu real görmürdüm. Sonradan artıq məlumat alandan ki, bu Fransız laboratoriyası çox da yaxşı deyil, indi professorlar istədiyim səviyyədə deyil. Dedim, niyə də yox İtaliya? Və elə oldu ki, addım başladım bu İtaliya xəyalına inanmağa və Fransada işlərimi bitirib artıq indi İtaliyaya köçməyə hazırlaşıram. Bəs o Polimilana qəbul prosesi necə oldu? Sən elanı gördün, müsahibə mi oldu, imtahan mı oldu?
hansısa bir research project-mi verdin? Biraz o prosesdən danışardın. İyul ayında xronologiyaya gedək. İyul ayında elanı gördüm və müraciət elədim. İyula qədər bir proses yox. Fransa ilə davam edirsən. O xoşuna gəlməyən labordur. Eynən. Eynən. Bir fransız proqram koordinatoruna ümid oldum ki, o mənə bir doktorantura təklif eləyəcək. O da ilin əvvəlinə mənə söz verdi ki, hə, layihə var. Axırda həmin o xoşuma gəlməyən layihə oldu. Ona görə mən axırıncı moment təzə bir şey tapmalı oldum. Və iyul ayında bu elan qabağıma çıxdı. Professor özü yazmışdı ki, bəs mövzu budur, universitet budur, bu mənim əlaqə e-mail adresim, ünvanım, bura yazın. Yazdım. Çox yerə yazmışdım o vaxta qədər və gözləyirdim ki, hə, yazdım, indi cavab gələr gəlməz. Amma cavab bir 4 gün ərzində gəldi ki, hə, necə yazmışdım? Salam, adım Ramizdir, təcrübələrim budur. Baxın, bu CV-m, bu mənim M1 ərzində elədiyim dekarbonizasiya haqqında layihəm, bu mənim motivasiya məktubum ki, bu layihəyə bir canla başla töhfə verməyə hazıram. Professor çox tez bir zamanda cavab verdi. Və gördüm ki, artıq bir istiliyi var, bir bu İtalyan istiliyi ki, əlaqəyə rahat çıxırlar, sualım varsa sualıma tez bir zamanda cavab verirlər. Hansını ki, mən həmin o Fransız laboratoriyasından görməmişdim. Avqust ayında bir neçə müsahibəmiz oldu. Çünki bu layihə bir laboratoriya ilə yox, 2 laboratoriyanın ortaq layihəsi idi. Bu həm İtaliyadakı Politecnico di Milano, Polimi, bir də Niderlandda bir kimya, material science, bu materiallar elmi ilə bağlı bir laboratoriyanın ortaq bir layihəsi idi. İtaliyanın xoşuna gəldim, sonra müsahibəyə girdim Niderlandlarla və ondan sonra artıq onların cavabını gözləyirdim. Və elə təsadüf oldu ki, Niderland laboratoriyasında artıq öz kandidatları var idi. Onlarla hal-hazırda işləyən bir tələbə var idi. Ona önəm verdilər, onunla davam elədilər. Hə, biraz heyfslənmədim də, çünki bilirdim ki, hə, mənim də laboratoriyumda hazır tələbə işləsə, mənim üçün daha rahat olsun deyə onu götürərəm. Niyə risk eləyim? Amma İtalyanlılar mənə əlaqəyə çıxdılar ki, biz səni başqa bir layihəyə cəlb eləmək istəyirik. O hələ təsdiqlənməyib, amma təsdiqlənən kimi sənin yerin hazırdır. Dedim, wow, yəni bunlar elə bir istəyir, belə bir rəftar göstərirlər ki, bu layihə olmasa da səni başqa bir layihəyə cəlb eləmək istəyərik yenə də. Turning point oldu ki, fransızlar mənə aylarla cavab verməyəndə İtalyanlar belə can yandırırlar ki, bu alınmadı, amma tələbə xoşumuza gəlib deyə. İkinci layihə. Təsdiq olunmasa da, heç nə hazır olmasa da, bu aylar ərzində hazır eləyərik. Tələbəmiz hazırdır. Və artıq məndən cavab gözləyirdilər. Mən də cavab verdim ki, hə, çox sağ olun, belə bir kömək eləyirsiniz. Layihə hazıram, layihə də fevral ayında, yəni bu ay artıq başlamalıdır. Dedim ki, bəs mən fevrala kimi nə cür bir fəaliyyət göstərə bilərəm? Pulsuz olsa da, maaşsız olsa da ki, biraz inteqrasiya olum, biraz sizə kömək olum və özümə kömək olum ki, fevralda sıfırdan yox, artıq bir yerdən başlaya bilim. Artıq bir məlumatım olsun. Ortada 3-4 ay boşa getməsin də belə. Ortada 3-4 ay boşa getməsin. Həm də 3-4 ay boşa getsəydi, özümü tanıyıram deyə mən boş qalmayacaqdım. Özümə bir iş tapmaq istəyirdim həmişə. Polimilan da dünyanın ən yaxşı, məncə 20 universitetindən 25 universitetindən biridir. İndi dəqiq reytinqini baxmaq lazımdır, amma yəni Avropanın və ümumilikdə dünyanın ən yaxşı mühəndislik məktəblərindən biridir məncə. Yəni indi inşallah sən o təcrübəni görəndə daha içinə girəsən. Amma ən yaxşılardan olduğu üçün məncə də elə bil tam da İtalyan yanaşması deyil onlarda. Yəni ki, adamlar top klasslar, yəni ki, o məsələdə. Onun adı da böyük rol oynadı, Poliminin. Həm də bu ad əhəmiyyətini mən Fransadan xaric görmədim ki, Fransız universitetinin adını çəkim, mənə kimsə xarici biri desin, ha, wow, bu universitetdə oxuyursan. Fransız universitetləri Fransada tanınır. 1-2 universitetdən kənar, məsələn, Strasbourg universiteti tanınır, Sorbonne tanınır. Demək olar ki, bu qədər. Proyektin məğzi və mahiyyəti nə olacaq? Növbəti 3 ildə, belə deyək, 4 ildə edəcəyin araşdırmanın mahiyyəti və məğzi daha çox tətbiqsel tərəfdədirmi, yoxsa daha çox araşdırma tərəfindədirmi? Və belə deyim, o məqalə boşluğunu, research paper boşluğunu necə doldurmağı düşünürsən? Ehtiyac varmı doldurmağa, yoxsa proqram ona uyğun deyil, tam da belə tətbiqsel mi davam edəcək? Hə.
O proqram elədir ki, hər iki istiqaməti dəyərləndirir. Həm akademik, həm də real tətbiqini. Ki biz yenə də mövzu dekarbonizasiyadır və bu necə deyim, kağız üzərində qala bilməz. Bunu gərək tətbiq eləyək, bunun pilotunu düzəldək, bunun bir modeli olsun ki, görək bu necə işləyir, necə davranır. Ona görə həm məqalə olacaq ki, bu akademik dünyaya töhfə göstərək ki, bəs bizim mövzumuz budur. Siz də bu cür mövzunu irəli sürə bilərsiniz. Bizim nəticələrimiz belə oldu, bunları dəyərləndirin. Ona görə həm akademik, həm də belə sənaye tədbirləri olacaq. Layihə bir ilə qədər inkişaf olandan sonra biz bu layihə ilə hansısa bir İtalyan şirkətinə yaxınlaşa bilərik ki, sizin belə bir iş prosesiniz var. Buna məsəl üçün siz təbii qazdan hansısa bir məhsullar yaradırsınız. Bu prosesə bizim o dekarbonizasiya texnologiyamızı qatsaq, siz belə bir dəyər alacaqsınız ya verginiz azalacaq. Çünki istixana qazlarını az tullantı eləyəndə şirkətin ödədiyi vergi də azalır. Elə bir motivasiya var şirkətlər üçün ki, ona yatırım eləsinlər. Ümumiyyətlə Milana nə vaxt köçürsən, yoxsa artıq plan hansı istiqamətdədir, yoxsa ilkin mərhələ onlayn davam edib sonra mı köçməkdir? Proqramın ümumiyyətlə məğzi olaraq sənin daima Milanda olma ehtiyacın varmı? Laborator iş ağırlığı nə qədərdir? Biraz istəyərdim ondan danışasan. Ondan başlaya bilərəm ki, sənəd işlərim biraz ləng gedir. Orada biraz İtalyan yanaşması özünü göstərir. Çünki doktorantura fevralda başlasa da onunla bağlı qəbul sənədi mən yanvarın axırı aldım. Amma biz bunu bayaq dediyin tipik İtalyan deyildi, amma bu tipik İtalyan. Bu tipik İtalyan. Amma bunu da biz əvvəlcədən danışmışdıq ki, onlara dedim ki, bəs sənədi bu vaxt versəz, mən ilk 1-2 ayı onlayn şəkildə işləməyə məcbur qalacağam. Dedilər, bizə okeydir. Onlayn servislərimizə qatılarsan, bu adaptasiya olarsan, işləyərsən bizlə onlayn, problem deyil. Çünki sırf laboratoriyada iş bizdə o qədər çox deyil. Bizim işimiz daha çox kompüter üzərində, Excel olsun, hansısa bir software olsun. Modelləmələrdir, dizayn və modelləmələr. 3 il ərzində, amma 3 ilin 3-ü də belə olmayacaq, davam eləməyəcək. Çünki yenə Politecnico di Milano böyük bir universitetdir, onun fərqli departamentləri var və kimya departamentinə belə bir təşəbbüs gəldi ki, gəlin bu layihəni bir yerdə irəli sürək və bir hissəsi, bu materiallar hissəsi, filtrin materialı. Biz onu alıb karakterləşdirək, yəni onun karakteristikalarını öyrənək özümüz, onu test eləyək. Belə bir təşəbbüs gəldi və professorlar dedilər ki, niyə də yox, Ramiz onlarla da işləsin laboratoriyada. Bizim komandaya da dəyərli olar ki, bizim vaxtımız olmasa, Ramizin vaxtı var, yesin öyrənsin, bu test texnologiyanı öyrənsin, bizə çatdırsın, bizə dəyərli olar. Ona görə həm modelləşdirmə, həm laboratoriyada iş olacaq. Hətta mənim proqramımın bir xüsusiyyəti də var ki, 3 ilin 6 ayı İtaliyadan xaric bir laboratoriyada keçə bilər. Onlar məsəl üçün bir çoxlu partnerlər var Avropada. Biri də o Niderlanddakı dediyim laboratoriyadır. Və onlar ora tələbə göndərirlər. Tələbə göndəriləndə də sən 6 ay eyni mövzu üzərində, amma fərqli laboratoriyada işləyirsən, fərqli tərəfdən artıq bu laboratoriya işi olacaq. Mən istəyərdim ki, indi Ramiz biraz universitet dövründə olan və oxşar mühəndislik istiqamətlərindən birində, şərt deyil ki, neft-qaz olsun, olan 1-ci kurs, 2-ci kurs və ya 3-cü kurs olan birinə geriyə doğru baxanda nələri məsləhət görərsən ki, nə tip proqramları dəyərləndirsin, nələrə fikir versin, nələri vaxtında eləsin, sən nələri deyirsən ki, yaxşı ki, bunu tez eləmişəm, nələrdə oldu ki, dedin ki, gərək bunu vaxtında eləyərdim. Bu tip belə bizi izləyənlərə məsləhət yönümlü, fikir yönümlü verə biləcəyim bir neçə point istəyərdim, bir neçə nöqtə istəyərdim. Tövsiyəm olardı ki, hər müraciət elədiyiniz yerə ciddi yanaşın və real yanaşın və özünüzü orada görməyə çalışın ki, mən Kaliforniyaya müraciət edirəmsə, özümü Kaliforniyada görürəmmi? Kaliforniyada olsam harda qalacam? Dostlarım kim olacaq? Gündəlik kimlə əlaqədə olacam? Harda olacam fiziki olaraq? Mən ona önəm verdim deyə daha az yerə müraciət elədim, amma daha dərindən araşdırdım. LinkedIn-dən daxil oldum, bəyəndiyim universitetin şagirdlərinə
məzunları ilə əlaqəyə çıxdım ki, sizin gündəlik həyatınız necə olub? Siz nəyi tövsiyə görərdiniz ki, mən gələndə eləyim, gəlmədən öncə eləyim? Və bu mənə çox böyük kömək oldu. İstəyərdim ki, biraz o ortalamanın, GPA-nin rolu, ümumiyyətlə fransız sisteminin rolu, o haqqda biraz danışasan. Hə. Ümumiyyətlə fransız sistemi ən önəmli hesab elədiyi göstərici GPA-dir, sənin qiymətlərindir. Və UFAZ da bunu istər-istəməz göstərirdi ki, top nəticəli olan tələbələri irəli çəkməyə çalışırdı. Və öz ixtisasımda ona fikir verdim, ona görə nəticələrimi yüksək saxlamağa çalışırdım. İşləsəm də, təcrübə proqramları başvursam da, könüllü olsam da, yenə də önəmli saydığım GPA idi. O yüzdən məni konferanslara göndərirdi UFAZ, bəzi layihələrə qatmağa çalışırdı, Schlumberger-yə təcrübə proqramını, 2 həftəlik təcrübə proqramına göndərdi ki, Ramizi tanıyırıq, göstəriciləri yaxşıdır, bizi yaxşı təmsil eləyər. Axırda magistratura axtarışında elə oldu ki, onu daha sərt şəkildə gördüm, bu GPA sevgisini. Çünki mənim nə qədər təcrübəm olsa da, BP-də intern olsam da, Schlumberger ilə əlaqəm olsa da, CV-m dolu olsa da, məndən qiyməti daha yüksək olan daha yaxşı yerə düşə bildi. Fransada. Fransada. Bu sırf fransız yanaşmadır ki, onlar hər şeydən öncə bizə qiymət lazımdır ki, bu akademik özünü necə göstərə bildi. Maraqlı. Hə, o biraz məni ruhdan salsa da həmin anda indi görürəm ki, bu sadəcə fransız sistemidir. Buna yəni ya uyğunsan, ya uyğun deyilsən. Hər yer belə deyil. Hə, sırf fransızlarda bu daha belə, məsələn, Amerikan yanaşmasında daha holistik baxırlar, daha ümumi baxırlar. Demək ki, fransızlar daha GPA ağırlıqlı. Məsələn, Asiyalılar daha imtahan ağırlıqlı baxırlar. Yəni GRE, SAT, IELTS, AP, yəni o imtahanlar yönümlü baxırlar. Demək ki, hər ölkənin sən dediyin kimi yanaşması fərqli olur. Bəs magistr dönəmi ilə bağlı nə tip fikirlərin, məsləhətlərin var ki, Fransada ola bilər və ya başqa yerdə ola bilər ki, nələri eləsələr yaxşı olar? Nəyin, məsələn, məqalə yazmamağın çətinliyini yaşadınmı məsələn? Düşünürsənmi ki, yazsaydın bir neçə məqalə daha yaxşı olardı backgroundun üçün? Əlbəttə ki, olardı. Yenə də nə qədər çox fərqli yerlərə başvursan, bir o qədər yaxşı olar. Mən bunu hər tərəfli tətbiq eləmişdim öz yanaşmamda. Sırf bu məqalədən başqa hər şeyim var idi. Bir dənə məqaləm yox idi, laboratoriya təcrübəm yox idi deyə arxaya düşmədim, amma bəzi yerlərdə çətinlik çəkdim. Eləmək məsləhət gördüyüm şey odur ki, biz hamımız indi xaricdə təhsil təcrübəmiz olmasa, olmayıb böyük ehtimal, bu ilk təcrübəmizdir. Təzə bir yerə düşürük, təzə bir mühit. Əvvəlcədən həmin mühitdən çıxan, ya həmin mühitdə olan bir insanla əlaqəyə çıxa bilsək, çox faydalı olar hər bir insan üçün. Bu bir Azərbaycanın tələbi ola bilər, Azərbaycanın məzunu ola bilər, xarici bir məzun ola bilər. LinkedIn-dən bir hansı tələbə klubun prezidentini tapıb ona əlaqəyə çıxmışdım ki, bəs sizin klubunuzun fəaliyyəti nədir? Mən gəlsəm qatıla bilərəmmi? Ümumiyyətlə gələndə tələbələr nə cür fəaliyyətlərə qatıla bilər universitetin daxilində və kənarında? Mənə çox fayda yetirdi bu əlaqəyə çıxmağım ki, öyrəndim gələndə mən nələr eləyə bilərəm. Çünki təzə bir yerə düşəndə bir vaxt çəkirik öz yerini tapasan, prощупать почву deyirlər ruslar. Hiss eləyəsən. Hiss eləyəsən ki, mən burada nə eləyə bilərəm? Necə özümü göstərə bilərəm? Okay. Mən istərdim ki, bu dəftər gətirmisən PSL-dan, o dəftərin də tarixçəsini danışardın ki, bu dəftərin memarlıq abidəsi olmağından başqa üzərində hansı özəlliyi var? Biraz istəyirəm. Bu universitetin o 15 universitetdən ibarət olan qrupun bir universitetidir, Kimya Universiteti. Bu da onun logosu, Chimie Paris. Bu da onun binasının önüdür, tarixi binasının önü. Və fransızlar çox, necə deyim, tolerant bir xalqdır, çox belə təbiəti sevən bir xalqdır və burada özünü göstərdilər. Bu dəftəri suda saxlayıb bundan bitkilər çıxır. Yəni bu tullantı olsa da bu plastik deyil, heç nədir. Bu biodegradable. Yəni bu tullasan belə parçalanır. Bioparçalanan bir materialdır. Və burada instruksiya qoyublar ki, bunu bir nemçəyə qoy, suyun altında saxla və bundan bir bitki çıxacaq. Bunu qoyma qurusun. Onda bu, yəni o kimyasal prosesləri minimal eləyiblər ki, bu
o təbiiliyi qoruya bilib də, yəni toxum kimidir də ya təxmin. Bunun daxilində bir toxumlar var və onlar sonradan üzə çıxır. Çox qəşəng. Çox maraqlı. Mən istəyirdim ki, biraz da Ramiz növbəti dövrlə bağlı planın haqqında danışaq ki, artıq biz bu podkastı yayımlayanda sən artıq PhD-nin artıq başlamısan və müəyyən bir yol qət eləmiş olasan. Ümumiyyətlə növbəti dövrlə bağlı akademik olaraq planların, karyer olaraq planların və ümumiyyətlə dekarbonizasiyaya maraq olan və ya energetikaya maraq olan insanlara təəssüratların, fikirlərin bu haqqda da biraz danışardıq. Magistratın 2-ci kursa qədər bütün o karyeram, təcrübəm işə doğru aparsa da gördüm ki, orada əsgərlik keçməli olacağam. Hər hansı bir yerdə işləmək istəyirəmsə və o fasilə, karyerdə fasilə olmasın deyə dedim, niyə də yox doktorantura? Çünki bildiyim qədər doktorantın 3 ilinin axırında sən artıq elmi işçi kimi sayılırsan, Azərbaycanda onu müdafiə edə bildinsə və artıq əsgərlik borcun qalmır, ortadan qalxır. Ona görə doktorantura olaraq başvurmağa başladım. Fransadan kənar, amma daha real Fransadakı təcrübələri bilirdim. Biraz uğursuz olsa da bir professora baş bağladım, ümid verdi ki, bir layihə var, gəl səni ora qataq. Uzatdı. Axırda elə çıxdı ki, layihə heç xoşuma da gəlmir. Ona görə Fransadan xaricə çıxmağa məcbur qaldım, İtaliyaya. Və belə deyim, ilk motivasiya iş təcrübəsinə çıxıb əsgərlikdən yan keçmək olsa da, mənim bəxtim gətirdi ki, mövzu ürəyimcə olan mövzudur. Komanda çox professional komandasıdır. Professorlarla yaxşı aram var. Universitet çox adlı sanlı universitetdir. O baxımdan yəni yenə də canla başla bütün fəaliyyətləri göstərəcəm. Konfranslara qatılmaq düşünürəm. Öz şəxsi təşəbbüslərimi irəli sürməyi düşünürəm. Məsəl üçün bizim araşdırma ərzində gördüm ki, bəzi komandaların, bəzi laboratoriyaların öz Instagram səhifəsi var, öz LinkedIn səhifəsi var. Və gördüm ki, bizim departamentin nə Instagram, nə LinkedIn səhifəsi yoxdur. Halbuki mən o səhifələrə girirdim, oradakı tələbələrə baxırdım, əlaqəyə çıxırdım, soruşurdum ki, bəs nə var, nə yox. Dedim ki, bizim departamentində belə bir səhifəsi olsa yaxşı olar. Elə bir təşəbbüslər ki, bəs biraz vaxtım olsa, şəxsi biraz boş vaxtım olsa, belə bir səhifə apara bilərəm sizin üçün, fotoqraflıq eləyə bilərəm, kommunikasiyalar, əlaqələr, özümü o cəhətdən də göstərməyə çalışardım. Belə hər tərəfli həm öz inkişafım, həm layihənin inkişafı, həm departament inkişafına bir fayda vermək istəyərdim. Çox təşəkkür edirəm Ramiz. Vaxtına görə, Bakıda olduğun vaxtda çəkilişə və podkasta razı olduğun üçün. Siz də sağ olun dəvət elədiyiniz üçün. Çox xoş oldu səni artıq belə deyim 3 ildir təxminən tanıyan biri olaraq bir dönəmi daha bitirməyi münasibətilə təbrik eləyirəm. Yeni dönəm münasibətilə sənə bol uğurlar arzulayıram. Ümid edirəm ki, özünlə və karyeranla bağlı, təhsilinlə bağlı olan planların növbəti mərhələdə reallaşar. Dünyanın ən yaxşı universitetlərindən birində PhD təhsilində uğurla başa vurarsan. Həm də artıq oradan gedişata əsasən verəcəyin qərarla ya akademiya ilə, ya sənaye ilə davam etmə qərarında hər ikisinə sənə bol uğurlar arzulayıram. Çox təşəkkür